Kreativ olmaq üçün bəli, sadəlik önəmli amillərdən biridir, lakin sadəlik bizim üçün kifayətdirmi? Əlbəttə ki, yox. Kreativ olmaq üçün eyni zamanda diqqət çəkici olmaq lazımdır. Ünsiyyətin birinci problemi diqqət çəkici olmaqdır. Diqqət çəkici olmaq üçünsə sizin gözlənilməyən olmağınız lazımdır. Yəni müştərilərinizə onların gözləntilərinin xaricində bir xidmət göstərməyiniz lazımdır. Standart sizə günlük məsələləri tənzimləmək üçün kifayət edə bilər. Lakin üstün müştəri xidmətləri isə üstün təcrübələr gərəkdir. Çox az marka var ki, bunu edir və dünyada kifayət qədər bilinirlər. Onlardan biri Nordstrom deyə bir pərakəndə mağazasıdır. Təsəvvür edin ki, sizin rəqibinizdən alınmış bir məhsulu müştəri sizə gətirib təqdim edir ki və deyir ki, bunu mənim üçün paketləyə bilərsinizmi? Siz burada nə edərdiniz? Misal üçün, standartı tətbiq edib bizim belə bir xidmətimiz yoxdur deyə imtina mı edərdiniz, yoxsa daha üstün müştəri xidmətləri üçün, daha gözlənilməyən olmaq üçün bunu qəbul edib o müştərinin problemini aradan qaldırardınızmı? Əlbəttə ki, Nordstrom ikinci nedir və bu kimi təcrübələrlə müştəriləri üçün gözlənilməyən bir marka halına gəlib çıxa bilər. Bunu siz marka missiyası ilə elə bir harmoniya halında təqdim etməlisiniz ki, insanların zehnində güvənilir və tutarlı bir marka halına gələ biləsiniz. Və siz gözlənilməyən olmaq üçün nələr edirsiniz? Ümumiyyətlə bunu bacarırsınızmı?